Hyundai Santa Fe. Maşının sol hissəsində zədə yoxdur, ön hissəsidir. Gördüyünüz kimi zədə yoxdur. Bu maşının sağ hissəsi. Heç bir zədə yoxdur. 360 kamerası var maşının. 2020 Hyundai Santa Fe Limited 2 motorda. 77 min yol gedib, 5100 dollardan girir aksiyonu. Maşın çox gözəl maşındır. 149-cu maşında panorama damdır. Haçarsız daxil olma, 360 kamera, head-up. Maşın yəni tonlu fulldur da, yəni çox gözəldir. 2 motordur. Gördüyünüz kimi maşının arxa hissəsində bir dənə bufer alınacaq. Bir dənə bufer alınacaq maşına. Deməli, indi salona baxalım. Radnoy pərdələri var. Deməli, qardaşlar, logosu içindədir. Kant yoxdur, gördüyünüz kimi içindədir. Arxa stenli qızdırıcı var. Amma bu yox idi, o da salondadır. Yəni bu alınmayacaq, qoyulacaq üstünə. Bir dənə cəftəsi yoxdur. Çox güman ki, o cəftəsi də içində olacaq. Bu bunun head-up'ı var. Paptresdə bir dənə chart var. Bu bunun VIN nömrəsidir. Bu bunun VIN nömrəsi. İndi salonun göstərəcəm o bir tərəfdən. Qapı cəftəsi yoxdur, bu tərəfdən aça bilmədim. Deməli, bax koji salonda. Panorama damda. Stenli soyuducu, qızdırıcı, rol qızdırıcı, start stop. Maşının head-up'ı var. Head-up'ı var. Zolaq tanıma, kör nöqtə. Maşın ponlu fulldur da, yəni bundan oynatı yoxdur. Stenka iki tərəfdə elektron idarə olunma.